Senator ilk növbədə Azərbaycanın müstəqillik günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu dedi. Əfqanistanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əskərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanistanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Steve Daines, oradan mülki və hərbi şəxslərin təxliyəsində Azərbaycanlı hərbiçilərin mühüm rol oynadıqlarını vurğuladı və buna görə də ayrıca minnətdarlığını bildirdi. Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə Amerika Birləşmiş Ştatları Senat nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxundu. Dövlətimizin başçısı Azərbaycanın müstəqillik günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək, ABŞ prezidenti Donald Trumpın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğuladı. Prezident İlham Əliyev dedi ki, məktubda da qeyd olunduğu kimi Azərbaycan-ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlətimizin başçısı Donald Trumpın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu dedi. Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrilməsi və orta dəhlizin inkişaf etdirilməsində mühüm rolu bir daha qeyd edildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı. Sonda senator Steve Daines Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.